Ermənistan deyir ki, konstitusiyasını dəyişmək üçün 2027-ci ildə referendum keçirəcək. Yəni, əvvəl sülh müqaviləsi imzalansın sonra. Amma bu təfərrüatların arasında bir şeytan gizlənib. Konstitusiyanın dəyişdirilməsi tələbi Azərbaycanın şıltaqlığı deyil, hüquqi zərurətdir. Bayaq baxdığınız materialda da gördüyünüz səbəblərdən. İndiki şəraitdə Paşinyan hökumətinin imzaladığı sülh müqaviləsi Ermənistanın konstitusiyasına zidd olacaq. Deməli, sabah Konstitusiya Məhkəməsi tam əsaslı şəkildə onu təsdiqləməyə bilər. Nəinki bilər, hətta təsdiqlənməməyə borcludur. Çünki sülh müqaviləsi açıq-aşkar Ermənistanın konstitusiyasına ziddir. Onda sual çıxır. Biz bu müqaviləni nə üçün imzalayırıq? Təsdiqlənmədən havada asılı qalması üçün? Ermənistana manipulyasiyalar üçün vaxt qazandırmağa görəmi? Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir.